Salam əziz abituriyentlər. Bugün mən sizə artikeldan qısa vacib izahlar verəcəm. Zəhmət olmazsa qulaq asın. Biz bilirik ki, artikel həm maraqlı mövzudur, həm də qarışıq mövzudur. Mövzu həqiqətən dərin mövzudur. O səbəbdən də mən istəyirəm ki, hər kəs qulaq versin. Yadımda saxlayıram ki, artikl edən zaman bəzi kiçik məqamlar var ki, onlara diqqət yetirsəz, uğur qazanacaqsınız. Şəhər və ölkələrin qarşısında artikl heç vaxt gələ bilməz. Yadda saxlayırıq ki, lakin bəzi istisna hallarımız vardır. Əgər sən orada UK, United Kingdom və yaxud ki US, United States və yaxud ki orada Republic kimi və yaxud ki Federation tipli ipuçları görsən, bil ki bu zaman artikl istifadə olunacaqdır. Yəni the UK, the US və yaxud ki the Republic of, the Federation of. Bu zaman Z artiklından istifadə mütləqdir. Bəzi istisna ölkələrimiz də var ki, o ölkələr də Z tələb edirlər. Topluda o verilməyibdir. O səbəbdən mən onları demirəm, ona sizin ehtiyacınız yoxdur. Əgər ki cümlənin ortasında of görürsənsə və ofdan əvvəl sənə nöqtə verilibsə, bil ki 90% halda sən D artiklından istifadə edəcəksən. Bu hər zaman deyil, amma 90% hallarda özünü göstərəcəkdir. Əgər sən oradan qitələr görsən, yəni Afrika, Amerika, Europe tipli qitələrdən söhbət gedirsə, yadımızda saxlayırıq ki, qitələrin qarşısında artikl istifadə olunmaz. Yox, əgər qitəni ofla birləşdiribsə, məsəl üçün deyirəm ki, Europe veribdir. Of verirəm. Təbii ki, əgər ki Western of Europe, bu zaman artıq ofla birləşdiyinə görə qarşısında Z artiklı gələcəkdir. Lakin digər halda, normal halda Europe'un və yaxud ki digər qitələrin qarşısında artikl gəlməyəcəkdir. Bax, bunu yaddan çıxartmaya xahiş edirəm. Yadımda saxlayıram ki, cəhətlərin qarşısında, yəni in the west və ya in the east, yəni in the south or in the north, yəni cəhətlərin qarşısında artikl normal halda gələcəkdir. Yadda saxlayaq ki, çay, yəni riverləri nəzərdə tuturam. Bütün çaylar, sonra bütün okeanlar, ocean gördüyün hər bir yerdə adı olsun və yaxud da ki olmasın və ya sadəcə ocean sözü olsun, fərq etmir. Bütün dənizlər, yəni sea gördüyün hər bir yerdə və bir də ki lake də bura yazım. Sadəcə olaraq yadda saxlayıram ki, lake'in adı gələrsə, Lake Baykal, artikla ehtiyac yoxdur. Yox, əgər Baykal tutalım ki gəlməyibsə, bu zaman the lake deyə bilərəm. Yadda saxlayırıq. Bax, bütün çaylar, riverlər, bütün oceanslar və bütün sealər hamısı nə tələb edəcəklər? Z tələb edəcəklər. Adlı və ya adsız. Yəni sən orada, məsəl üçün, Pacific Ocean görmüsənsə, başa düşürəm ki, burada mütləq Z Pacific Ocean olmalıdır. Və yaxud da ki, ocean tutalım ki, sözü gəlməyibdir. Sadəcə Pacific gəlibdir. Təbii ki, də Pacific istifadə eləməlisən. Bir də deyirəm, bütün çaylar, okeanlar, dənizlər, hətta kanallar belə, su kanalları. Su kanalları. Onlar belə mütləq ki, Z tələb edəcəklər. Bunu yaddan çıxartmayaq. Sonra sıra sayı gördüm, tutalım ki, first, second və ya third.
Yadda saxlayaq ki, sıra sayıları da mütləq ki, Z tələb edəcəklər. Və yaxud da ki, force gördün. Normal halda TH ilə düzəlir də, düzdürmü sənin sıra sayın? Yadda saxlayaq ki, qarşılarında mütləq ki, artikel gələcəkdir. Davam edirəm. Bəzi hazır ifadələrim var. Məsəl üçün, to tell the truth. Bax, bu to tell the truth mütləq ki, Z tələb edəcək. Və yaxud da ki, to tell a lie. Və yaxud da ki, the whole ifadəsi gördün. Hazır ifadədir. Doğrudurmu? Bax, bu hazır ifadələrə diqqətlə fikir vermək və onları əzbərləmək lazımdır. Yaddan çıxartmayaq. Və yaxud da ki, the difference gördün, tutalım ki. Hazır ifadədir və mütləq ki, Z tələb edir. Bax, ona diqqətli fikir ver, xahiş edirəm. Davam edirəm. Yadda saxlayıram ki, əgər ki, bir isim təkdən və o isim countable-dır, yəni sayıla biləndir. Bir isim təkdədirsə və sayıla biləndirsə, onun qarşısında mütləq ki, en artiklı gələcək. Bəs necə ayırd edeyim ki, mən ən verəcəm və ya artiklı verəcəm? Ən verməm üçün saitlə başlamalıdır. Verməm üçün samitlə başlamalıdır. Məsəl üçün deyirəm ki, a person və yaxud da ki, an hour. Burada niyə görə mən hour dedim? Çünki, niyə görə an verirəm? Çünki baxsaq, mənim tələffüzümdə H burada səslənmir. Hour. Yəni, sayı səsi gəldiyinə görə mən təbii ki, əndən istifadə eləyəcəm. O baxımdan diqqətli olun. Yəni, tələffüzdə nasıldır? Məsəl üçün, orada deyir ki, a university. Buradakı y səsləndiyinə görə, tələffüzə görə sən artiklı verirsən. Bax, bu səbəbdəndir. Sonra peşələrin qarşısında mütləq ki, en artiklından istifadə edərik. Məsəl üçün deyirəm ki, a doctor. Peşə amma təkdə olmalıdır və sayıla bilən olmalıdır. Ümumiyyətlə, ismin adını ilk dəfə də eşidirsən və o ismin haqqında əvvəlcə informasiya toplamamısansa və o ismi müəyyənləşdirməyə çalışırsansa, en artiklından istifadə olunur. En artiklı, bax, bu en artiklı Azərbaycan dilində tərcümə olunur bir və ya hər hansısa bir. Bax, bu zaman en artiklından istifadə olunur, yaddan çıxartmayaq və ya haqqında ilk dəfə informasiya verirsən. Düzdürmü? Məsəl üçün deyirəm ki, a teacher is a person who teaches subjects. Deyirəm, müəllim elə bir insandır ki, fənlər öyrədir sənə. Deməli, mən burada ilk dəfə teacher adını eşitdim. Teacher eşitdim. Zaten mən bilirəm ki, teacher bu peşədir və qarşısında mütləq deməli, en artiklından istifadə edəcəm burada. Elə bir insandır ki, bu bir insandır ki, təbii ki, a person'dan istifadə edəcəm. Sonra, deməli, yaddan çıxartmayaq ki, orada hər hansı bir oyun adı görürəm. Tutalım ki, mən to play golf gördüm. Artikula ehtiyac yoxdur. Yəni, burada məhz play-i nəzərdə tutur. Yox, əgər ki, mən hər hansı bir alətdə ifa etmək istəyirəm. Bu zaman deyirəm ki, to play the piano. Bu zaman təbii ki, Z-dən istifadə eləyəcəyik. Həftənin günlərinin qarşısında Monday, Sunday, Tuesday və s. onların qarşısında artikula heç bir təqdirdə ehtiyac yoxdur. Sifətin üstünlük dərəcəsində. Üstünlük dərəcəsi.
Sifətin üstünlük dərəcəsində Z-dən istifadə olunur. Biz bunu bilirik. Doğrudurmu? Və yaddan çıxartmırıq ki, əgər ki most üstəgəl sifət gəlibsə, mütləq ki biz bura Z verəcəyik və yaxud da ki S düzəlmə qaydasını dərhal xatırlayaq. Gördümsə sifətin sonunda bilirəm ki, yenə də üstünlük dərəcəni nəzərdə tutur və Z artiklından istifadə eləməliyik. Və yaxud da ki, kökdən dəyişənlərimizi unutmayaq. The worst, the best. Kökdən dəyişənlərimiz də bizim üçün təbii ki, çox önəmlidir, çox vacibdir. Aha. Və bu məqamda yadımıza salaq ki, mostdan sonra tutalım ki, sadəcə isim gəlibdir. Yəni sifət gəlməyibdir, isim gəlibdir. Bu təqdirdə Z-yə ehtiyac yoxdur. Yox, əgər sən isimdən sonra sifət görürsənsə, bəli, Z verəcəksən. Yox, əgər görmürsənsə, sadəcə isimlə bitibsə, bu təqdirdə yalnızca most verərsən, əksəriyyət mənasını ifadə edəcəkdir. Müəyyən bir qrup insanı ifadə etmək istəyirəm. Məsəl üçün deyirəm ki, kasıblar, varlılar və s. Deyəcəm ki, the rich, the old, the poor və s. Bir qrup insanı nəzərdə tutmaq istəyirəm. Bax, burada sifət biz bilirik ki, cümlədə isimlə əlaqəlidir və sifətdən sonra isim gəlir. Yox, əgər tutalım ki, deməli, sifətdən sonra mən isim görmürəm. İsim görmürəmsə, mən başa düşürəm ki, bu isimləşibdir. Doğrudurmu? İsimləşibsə, qarşısına mütləq ki, Z artiklı gələcəkdə istifadə olunacaqdır. Daha sonra, 90% hallarda mənim əgər ki, cümləm keçmiş zamandadırsa, 90% hallarda. Bu zaman yadımıza saxlayaq ki, keçmiş zamandadırsa, Z artiklından istifadə eləyəcəyik. 90% hallarda. Hər zaman özünü doğrultmaz, amma 90% hallarda özünü doğruldar. Çünki artıq mən bilirəm, mənim üçün müəyyəndir, mənim üçün aydındır ki, söhbət nədən gedir. Aha. Məsəl üçün burada deyir ki, the lands that were discovered. Təbii ki, burada were discovered vermişəmsə, keçmiş zamandır və mən bilirəm ki, hansı landslərdən, hansı torpaqlardan söhbət gedir də, doğrudurmu? Və dətin də orada olması onu ekstra bir aydınlaşdırmaya aparır. Elə bil onu aydınlaşdırır, onun üçün informasiya verir, ekstra informasiya verir, müəyyənləşdirir situasiyanı. Və yada saxlayırıq ki, bax, Z artiklının məhz özəlliyi ondan ibarətdir ki, qeyri-müəyyəni, yəni eyəni bizim üçün müəyyən edir. Çünki ekstra informasiya var orada, o səbəbdən. Yada saxlayırıq ki, tutalım ki, isim gəlibdir, Gabe. Və bu isim təkdədir və countable-da sayıla biləndir. Doğrudurmu? Bu halda 99% halda, çünki 1% istisna hallar ola bilər. 99% halda EN artiklından istifadə edəcəm. An interesting game. 99% hallarda hər zaman özünü doğrultmaz. Dünyada tək varlıqlar var. Tək varlıqlarımız hansılardır? The sun, the moon, the earth, the sky. Bax, o tək varlıqların qarşısında mütləq ki, Z artiklı istifadə olunacaqdır. Dünyadakı tək varlıqların qarşısında Z artiklı istifadə olunacaqdır. Aha. Yada saxlayaq ki, by görmüşəm və bydan sonra nəqliyyat vasitəsi, transport görürəm. Məsəl üçün, by car. Hər hansı bir artikla təbii ki, ehtiyac yoxdur və ya by plane. Və yaxud da ki, by train və s. Yox, əgər biz by-ın əvəzinə in və yaxud da on görsək, bu təqdirdə an və Z artiklından istifadə edə bilərik. Məsəl üçün, on the train.
rahatlıqla istifadə edə bilirəm. On-a bus rahatlıqla istifadə edə bilirəm. Sadəcə olaraq by'dan sonra nəqliyyat vasitəsi gəlibsə, artikla ehtiyac yoxdur. Ümumiyyətlə yer məkanımı göstərmək üçün biz 90% halda Z artiklından istifadə edirik. At the airport. At the airport. Yer məkanında sadəcə o fikir ver ki, həmin yer məkanının özünün xüsusi adı gəlməsin. Xüsusi ad gələrsə, təbii ki, artikl düşəcəkdir. Sonra məsəl üçün biz bilirik ki, sayıla bilməyən isimlərimiz vardır. Bizim maddələrimiz, materiallarımız, mayələrimiz, mücərrəd isimlərimizin 99% sayılmır. Amma mən artıq onu xüsusiləşdirməyə gedirəmsə, məsəl üçün deyirəm ki, I don't like tea. Amma indi deyirəm ki, the tea that was brought from China. Burada artıq mən gedirəm müəyyənləşdirməyə, xüsusiləşdirməyə. Xüsusiləşdirməyə getdiyim an mən Z artiklından təbii ki, istifadə edirəm. Bax, bu çox vacib bir məqamdır. Ümumiyyətlə, mücərrəd isimlərin qarşısında artikl gəlməz. Tadım o hal ki, xüsusiləşməsin. Məsəl üçün deyirəm ki, freedom mücərrəd isimdə, düzdürmü? Is important. Deyirəm ki, müstəqillik vacibdir. Amma indi deyirəm ki, the freedom that we obtained cost a lot of force. İndi deyirəm ki, əldə etdiyimiz müstəqillik, hansı müstəqillik? That we obtained, hansı ki biz əldə etmişik, çoxlu, gücə, səylə əldə olunubdur. Yəni, mən mütləq ki, burada xüsusiləşdirməyə getmişəm ki, freedom'un qarşısında Z artiklı, bax, bu səbəbdən verə bilmişəm. Sonra bəzi hazır ifadələr dedim mövcuddur. Hazır ifadələrdən də məşhurlarından biri an hour, and a half və yaxud da ki half an hour. Tez istifadə olunur. Half an hour and a half. Half an hour, yarım saat, an hour and a half. Saat yarım. Bax, bu şəkildədir. At the beginning of. At the beginning of. Və yaxud da ki, at the end of. Deməli, bax, bu və yaxud da ki, at the bottom. At the top. Yuxarıda, aşağıda, sonda, başlanğıcda. Bunlar hazır ifadələrdir, Z tələb edən ifadələrdir. Diqqətli ol orada. Tutalım ki, sən language sözü görmüsən. Language sözü dildir və bu sayıla biləndir. Yəni, mən language deyə bilərəm. Amma tutalım ki, mən dil adı deyirəm, English deyirəm. Language əlavə edirəm. Və the English language olmalıdır mütləq ki. Yox, əgər mən
Tutalım ki buradan sildim language sözünü. Doğrudurmu? Və English-ı dil kimi qəbul edirəm. Z bu təqdirdə dərhal silinəcəkdir. Olmaz. English olacaqdır sadəcə olaraq. English is a very important language deyə bilərəm. Is an important language deyə bilərəm, amma English deyə bilmərəm. Yalnız böyründə dərhal language sözü gəlməlidir ki, mən z-ni əlavə edə bilim. Əks halda mümkün deyildir. Bu təqdirdə diqqətli olaq. Bəzi hazır ifadələrimiz var və o hazır ifadələr çox vacibdir. Məsəl üçün deyirəm ki, a group of, a source of və yaxud da ki, a bottle of, a collection of, the main, hansı ki z tələb edir. Bax, main demədim. Bax, bunlar hazır ifadələrdir və testlərdə siz bunları çox tez-tez görürsünüz. Vacibdirlər, yəni ki, ona görə də diqqətli olmaq lazımdır. Aha. Baxın, hər hansısa bir məqam vardı ki, unutduğum məqam. Aha, məsəl üçün deyirəm ki, to go on holiday. To go on holiday tətilə getmək deməkdir, düzdürmü? To go on holiday nədir? Tətilə getmək deməkdir və burada artikla ehtiyac yoxdur. Amma bəzən biz görürük ki, to go on an expensive holiday. Bu təqdirdə təbii ki, z-yə ehtiyac vardır. To go on holiday and to go on an expensive holiday. Deməli, to go on holiday olsa, artikla ehtiyac yoxdur. Yox, əgər sifət əlavə olunsa, an expensive holiday olacaqdır. Yemək adlarına, məsəl üçün deyirəm ki, to have lunch. Yəni, nahar qəbul eləmək. Artikla ehtiyac yoxdur. İndi də deyirəm ki, to have a tasty lunch. Artikla ehtiyac var bu təqdirdə, çünki qabağında tasty gəlibdir. Diqqətli olaq. Yəni, sifət gəlibsə, z artiklını, an artiklını verəcəksən, unutma. Bax, bu məqamda diqqətli ol. Biz bayaq dedik ki, sıra sayıların qarşısında sıra sayı. Üstəgəl z olacaqdır. Yəni, qarşısında z gəlməlidir. Doğrudurmu? Amma miqdar sayı belə deyildir. Qarşısında artikl gəlməz. Burada gələcəkdir sıra sayında, miqdar sayında isə gəlməyəcəkdir. Aha, hansı məqamlar çıxdı, yadda qaldı. Bəzi hazır ifadələrdən, yadıma düşənlərdən deyirəm. Məsəl üçün deyirəm ki, on the radio. I listen to music on the radio. Amma I listen to music on TV. Deməli, belə çıxır ki, on the radio olacaqdır, düzdürmü? Bir də on TV olacaqdır. Yəni, bu şəkildə fərqlənirlər. Bu baxımdan diqqətli olsaq yaxşıdır. Tutalım ki, mən orada mount sözü gördüm. Mount təki göstərir də, düzdürmü? Artikla qətiyyən ehtiyac yoxdur. Mountdan sonra gəlsin Fuji. Keçən düşən imtahanımıza. Burada təbii ki, ehtiyac yoxdur. Yaxşımı? Amma mən orada mountains gördümsə, bu deməkdir ki, qrup və ya sıra dağlardan söhbət gedir. Mütləq ki, z artiklından istifadə edəsən. Ümumiyyətlə, böyük hərf tutalım ki, bitir s-lə. Bax, bil ki, burada mütləq ki, 99 yox, 100% halda z tələb edəcəkdir. Yaxşımı? Unutma. Tutalım ki, sən orada island sözü gördün. Adadır, təkdədir, düzdürmü? Təbii ki, artikla ehtiyac yoxdur. Islands gördünsə, təbii ki, z artiklından
istifadə edəcəksən. Deməli, island-ı gördünsə, artikla ehtiyac yoxdur. Islands-ı gördünsə, Z artiklından istifadə edəcəksən, unutma. Ümumiyyətlə, böyük hərfi S ilə gördünsə, Z artiklından istifadə edəcəksən. Mən məsəl üçün orada gördüm Alps. Mən məsəl üçün orada gördüm Bahamas. Alpsın dağ olduğunu böyük hərfi S ilə dağ olduğunu bilirəm və böyük hərfi S ilə bitibdir. Təbii ki, Z-yə ehtiyac vardı. Bahamas böyük hərfi S ilə bitibdir. Ada olduğunu bilirəm və təbii ki, Z verəcəm. Yəni, bu kiçik məqamlardır, lakin bu məqamlar vacib məqamlardır. Ona görə də yadda saxlamağa dəyər. Unutmayaq. Next and last haqqında danışaq. Next və last. Yaddan çıxarmayaq ki, bax, bunlardan sonra zaman mənasını ifadə edən sözlər gəlirsə. Məsəl üçün, next month, next year. Bu zaman artikla ehtiyac yoxdur. Yox, əgər nextdən və lastdan sonra obyekt gəlibsə, obyekt mənasını ifadə edən. Bu təqdirdə təbii ki, Z artiklına ehtiyac vardır. The next station, the next bus. Bax, bu zaman istifadə olunacaqdır, unutmayaq. Hansı məqamları deməmişəmsə, yadıma salmağa cəhd edirəm ki, o məqamları deyim. Və testlər üzərində də keçim izahları verim. Səhv eləmirəmsə, bütün məqamları mən dedim. Sadəcə olaraq yadda saxla ki, internet sözü var. Bax, bu istisnasız halda hər zaman Z tələb edən sözdür. Və yaxud da ki, vəzə sözü var. 90% hallarda, 99% hallarda Z tələb edən sözdür. Məncə, mən bütün məqamları qeyd elədim. For a walk, məsəl üçün, to go for a walk. Hazır ifadədir, yadda saxlayaq və yaxud da ki, to have a good time. To have a good time. Baxın, mən bilirəm ki, time sayılmır da. I have a time deyə bilmərəm. Amma I have a good time təbii ki, deyə bilərəm. O səbəbdən də diqqətli olaq. Həftənin günlərin qarşısında dedik ki, artikl gəlməz. Səhv etmirəmsə onu dedik. Heç birinin qarşısında artikl gəlməz. Yer məkanımda dedim ki, 99% hallarda əgər yer məkanı adı yoxsa artikl gələcəkdir əlbəttə ki. Məncə, mən bütün məqamları qeyd elədim. Bir də xalqı səhv etmirəmsə qeyd eləmədim. Əgər mən xalqdan danışıramsa, məsəl üçün deyirəm ki, the Chinese. Chinese. Xalqı ifadə eləmək istəyirəmsə, Z artiklı istifadə edəcəm. Bütöv xalqdır. Yox, əgər dili ifadə etmək istəyirəmsə, yenə Z əlavə edəcəm. Bəs yaxşı, mən tutalım ki, dili ifadə etmək istəyirəm, lakin language sözü tutalım ki, orada yoxdur. Tutalım ki, language sözü yoxdur. Doğrudurmu? The Chinese deyərəmmi? Xeyr. Bu təqdirdə yadda saxlayıram ki, I know Chinese deyirəm. Mən Çin dilini bilirəm. Yox, əgər language sözü əlavə edirsənsə, bu təqdirdə I know the Chinese language deyəcəksən. İndi yaxşı, mən demək istəyirəm ki, Çinliləri mən yaxşı tanıyıram. I know the Chinese well. Mən onları yaxşı tanırım. Yəni, bir xalqı ifadə etdiyin təqdirdə təbii ki, sən onun qarşısına Z artiklı istifadə edəcəksən, unutma. Bu baxımdan da diqqətli olmaq lazımdır maksimum dərəcədə. Artikldan mən ən vacib məqamları dedim. Sadəcə olaraq diqqətli olun və gedirəm indi onun testlərinə.